Esselamu Aleyküm abi. Aleykümselam. Resulullah sallallahu aleyhi ve sellem ile alakadar ne diyebilirsen? Əhzab surəsinin 20-ci ayəsində belə buyurulmuşdur. And olsun içinizdən Allaha və axirət gününə qovuşmağı ümid edənlər və Allahı çox zikr edənlər üçün Allahın Rəsuluna gözəl bir örnək vardır. Esselamu Aleyküm Raya. Və aleykümselam. Allah bizi niye yarattı Raya? Zariyyət surəsinin Allahın 6-cı ayəsində belə buyurur ki, mən dinləri və insanları sadəcə mənə ibadət etsin deyə yaratdım. Esselamu Aleyküm Reşat. Aleykümselam. Müminler kimlerdir Reşat? Möminlər Ənfal surəsi 2-ci ayədə belə buyurulmuşdur. Həqiqi möminlər ancaq o kimsələrdir ki, yanlarında Allah zikr edildiyi zaman bu onların imanını artırar. Özlərinə Allahın ayələri oxunduğu zaman bu onların imanını artırır və bütün işlərində sadəcə Rəblərinə dayanıb güvənərlər. Esselamu Aleyküm Turan. Və aleykümselam. Bize şirk ile alakadar ne diyebilirsen? Nisa surəsinin 48-ci ayəsində belə buyurulur. Allah özünə şirk qoşulmasını qətiyyətlə bağışlamaz. Bunun altındakı günahları isə dilədiyi kimsə üçün bağışlayar. Kim Allah'a şirk qoşarsa heç şübhəsiz qorxunc bir böhtan atmış, çox böyük bir günah işləmişdir. Esselamu Aleyküm Abdullah. Və aleykümselam. Təkəbbür, kibir hakkında ne diyebilirsen? Loğman surəsi 18-ci ayətdə belə buyurulmuşdur. Qüruruna yenilib insanlara burun qıvırma, ortalıqda lovğa gəzmə. Unutma ki, Allah qüruruna yenilib özünü bəyənəni heç kimsəyi sevməz. Esselamu Aleyküm Halil. Və aleykümselam hocam. Ata ve anneye itaatle alakadar ne diyebilirsen? Sıra surəsi 23-cü ayədə Rəbbimiz belə buyurur. Rəbbin sadəcə özünə qulluq etmənizi və ata-ananıza yaxşı rəftar etmənizi əmr etdi. Onlardan biri və ya ikisi sizin yanınızda yaşlanırsa, onlara oh belə demə. Onlara azarlama, ikisinə də könül açıcı gözəl sözlər söylə. Esselamu Aleyküm Mehmet. Və aleykümselam. Səbirlə alakadar ne diyebilirsen? Bəqərə surəsi 153-cü ayədə belə buyurur ki, ey iman edənlər, səbir edərək və namaz qılaraq Allahdan yardım diləyin. Şübhə yox ki, Allah səbir edənlərlə bərabərdir. Esselamu Aleyküm Hasan. Və aleykümselam. Oruçla alakadar ne diyebilirsen? Bəqərə surəsinin 180-ci ayətində belə buyurulmuşdur. Ey iman edənlər, sizdən əvvəlkilərə fərz qılındığı kimi oruç tutmaq sizə də fərz qılındı. Ümid edilir ki, beləcə bütün günahlardan qorunasınız. Esselamu Aleyküm Serkan. Və aleykümselam hocam. Abdestle alakadar ne diyebilirsen? Maidə surəsinin 6-cı ayəsində belə buyurulmuşdur. Ey iman edənlər, namaz qılmağa qalxacağınız zaman üzlərinizi dirsəklərə qədər əllərinizi yuyun, başlarınızı məsh edin, ayaqları soxuqlara qədər yuyun. Esselamu Aleyküm Kemal. Və aleykümselam. Müminlerle alakadar ne diyebilirsen? Hücurət surəsi 10-cu ayədə belə buyurur. Möminlər ancaq qardaşdırlar. Elə ki, qardaşınızın arasını düzəldin, Allah'a itaatsizlikdən qorxun ki, rəhmətindən məzhər olasınız. Esselamu Aleyküm Oruç. Və aleykümselam. Haramlarla alakadar ne diyebilirsen? Maidə surəsi 90-cı ayəsində belə buyurulur. Ey iman edənlər, içki, qumar, bütlər, faloxları, şeytan işi, murdar şeylərdən ibarətdir. Bunlardan qaçın ki, qurtuluşa satasınız. Esselamu Aleyküm Qurban. Və aleykümselam. Ölüm hakkında ne diyebilirsen? Ənbiya surəsinin 35-ci ayəsində belə buyurulur. Hər nəfs şübhəsiz ki, ölümü dadacaqdır. Biz sizi həqiqi dəyərinizi ortaya çıxarmaq üçün şərlə də, xeyirlə də imtihan edirik. Sonunda zaten bizə dönəcəksiniz. Esselamu Aleyküm Kamil. Aleykümselam. Cümə hakkında, cümə namazı hakkında ne diyebilirsen? Cümə surəsinin 9-cu ayətində belə buyurulmuşdur. Ey iman edənlər, cümə günü namazı çağrıldığınızda Allah'ı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilirsəniz, bu sizin üçün çox xeyirlidir. Esselamu Aleyküm Poyraz. Aleykümselam hocam. İslam dini hakkında ne diyebilirsen Poyraz? İmran surəsində 85-ci ayədə belə buyurulur. Kim İslamdan başqa bir dinin arxasında gedərsə,
Bilsin ki özündən əsla qəbul edilməyəcək və o axirətdə zərər çəkənlərdən olacaqdır. Esselamu Aleyküm Vali. Aleyküm selam. Kur'an okumak hakkında ne diyebilirsen? Araf suresinin 204. ayesinde belə buyurulmuştur. Kur'an okunduğu zaman onu dinleyin ve sessiz durun ki rəhmətə nail olasınız. Esselamu Aleyküm Rauf. Aleykümselam. Zina hakkında ne diyebilirsen? İsra suresinin 32. ayesinde belə buyurulmuştur. Zinaya yaxınlaşmayın çünkü o hayasızlık da çok pis bir yoldur. Esselamu Aleyküm Mert. Aleykümselam hocam. Allah'ın kudreti, əzəməti hakkında ne diyebilirsen? Luqman suresinin 20. ayetinde belə buyurulur. Yeryüzündəki bütün ağaçlar gələn olsaydı, dənizdə əlavətən ona yiyicisi daha artırmaq üzərədir. Mürəkkəb olsaydı, yenə də alınan sözdə heç görünməz. Allah əzizdir, hakimdir. Esselamu Aleyküm Onur. Ve aleykümselam. Haramlarla alakalı ne diyebilirsen? Bəqərə surəsinin 173-cü ayəsi belə buyurur. Allah sizi yalnızdan murdar əti, kanat, donuzun ətini və Allah'tan başqasının adına kəsilmiş olanı haram qıldı.